Əməkdar jurnalist Rafiq Səməndər bizləndir. Rafiq müəllim, xoş görürük, sabahınız xeyir. Sağ olun. Təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. Çox sağ olun. Biz bilirik ki, 146 şəhidin hər birinin həyat hekayəsinin cəmləndiyi bu şəhidlər kitabı elə bu gətirdiniz bunu özünüzlə və qeyd elədiniz ki, belə ilk dərc olunan 36 yaşı var o kitabın. Bəli, ilk dərc olunan belə desək nəşrdəndir və sonradan latın əlifbasına keçirilir bu kitab və bu formada tamaşaçılara da qoy göstərim. Bu formada latın əlifbasında cildlənir və çap olunur. Böyük bir əslində bunun içində tarix var və çox maraqlıdır ki, heç bir il keçməmiş bu tarixin üstündən səhv etmirəmsə artıq hazır olur kitab, eləmi? Şəhidlərin 40-ında, artıq 40-ında tamam hazır idi. Hətta 40-ında. 40-ında hazır idi kitab. Sadəcə çapı bir qədər uzandı. Artıq heç ili yox idi, tamam olmamış şəhidlərin. İli tamam olmamış kitab hazır idi. Ancaq şəhidlərin 40-ında deməli bütün hamısı oradakilər, hamısı toplayıb, yazıb, tek-tek evlərinə, yaslarına, mağaralarına getmişdim. Hətta mən artıq yazdıqca şəhidlər artırdı. Təkcə yanvarın 19-u, 20-si deyildi axı. 22-si, 23-ü, 24-ü, 25-i, ən axırıncı şəhid Pirallahı yolunda vurulmuşdu. Sonuncu şəhid. Mən artıq kitabın 40-ını yazıb qurtarmışdım. Pirallahı yolunda sonuncu şəhid vurulmuşdu. Və əslində bütün bu, belə desəydi, insanların həyat hekayələrini öyrənmək, bu əslində ağır bir şeydir bu. Necə bir təcrübə idi? Bilirsən, indi fikirləşəndə ağırdır, bilirsiniz necədir, mən sənə bir söz deyim. O vaxt orada demişəm, elə bil ki, bu kitabı elə bil Allah mənə yazdırıb da, sadəcə olaraq qələm mənim əlimdə olub. Doğrudan da ağla sığmaz bir şeydir ki. Bu qədər qısa müddətdə 141 insan həyat hekayəsini bir gündə neçə insanın evinə, yasına, dərdinə, kədərinə gedirsən, özü bilsən necədir? İndiki dövr çox asandır. Danışırsan, telefonda səsini yazırsan, qeydlərini aparırsan. Orada sən şəhid anasına deyə bilməzsən ki, deyən görün bu cümləni belə mənim təkrar elə. Hamısını beynimdə hazırlayırdım. Tez gəlirdim evə, axşam yazırdım. Sonra mən televiziyada işləyirdim. Azərbaycan Dövlət Televiziyasında baş redaktor idim. Efirdən çıxış elədim, Dalqa proqramı o vaxt. Dalqayla çıxış elədim, xalqa müraciət elədim ki, kitabı yazıram. O vaxtda da televiziyanın özündə də komendant vardı, Avçinnikov, başımızın üstündə idi. Və ondan sonra hamısı, mənim müraciətimdən sonra yaxınlaşdılar. Birinin bacısı, bir nəfər şəhid üçün nə qədər adam gəlirdi. Yaxşı, icazə veriblər, həmin vaxt ciddi senzuralar var idi. İcazə vermirdilər. Sadəcə olaraq sən necə idi? Bizim elə bir buna qəhrəmanlıq da demək olmaz. Buna elə bilirəm, nə demək, qəhrəmanlıq biraz balaca bir şeydir. Əslində elə o tankın qabağına çıxan adamlardakı hiss də o idi. Bilirsən, belə bir qəzəb, kin, hiss vardı ki, nə eləyəsən, gücüm nəyə çatır ki, bunlara kömək eləyəsən. Bəlkə o idi kömək eləyən. Sonra, mənim çıxışımdan sonra elə çox təzyiqlər var idi. Avçinnikov zad mənə təzyiq edirdilər. Elə 2 dəqiqədən bir deyirdi Avçinnikov gətirib, pasajuru tutacağım səni. Sonra Bəxtər müəllim zəng elədi. Mənə Bəxtər Vazadə zəng elədi. Dedi, qorxma, yaz. Bəxtər müəllim qorxma dedi ki, mən biraz da qorxurdum elə. Qorxma yaz, gətir, mən kitaba ön söz yazacağam. Və sözün düzü, elə bilirsin ki, elə əvvəlcədən məsələn tutanım ki, qabağıma bir məqsəd qoymuşdum ki, mən kitab yazacağam. Yox, sadəcə olaraq mən çoxdan gündəlik tuturdum. Sadəcə olaraq gedib girdim yas mağaralarında, maraqlı hadisələri, epizodları özüm üçün gəlib qeyd edirdim. Və sonra gördüm ki, bu qeydlər biraz gündəlikdən də o yana aşıb daşır. Və ondan sonra mən Gənclik Nəşriyyatına, Hidayət müəllim baş redaktor idi, ona müraciət elədim. Ki, bəs məndə bu qeydlər var, mən kitabı yazmaq istəyirəm şəhidləri. İcazə aldıq, Sahib müəllim Əlikbərov, Komsomolun birinci katibidir, onun da yanına getdim. Təcili hamısı böyük dayaq kömək oldular. O tərəfdən onlar, bu tərəfdən Bəxtər müəllim və bir də işimizdə olan kin, qəzəb, hirsinə ki, kömək eləyək, nə eləyək ki, və üçüncü tərəfdəki mən dövlət televiziyasında işləyirdim. Gəlib hamısı o şəhidlər xiyabanının içindən keçirdim, işə gedirdim. Bütün hadisələri səhərdən axşama qədər o hadisələri işləyirdim, adamları görürdüm. Ki, belə onların hamısını tək-tək evlərinə gedirdim, yaslarına gedirdim, cümə axşamına gedirdim, dostlarını, yoldaşlarını çağırırdım, söhbət edirdim və axşam yazıb səhər aparırdım, Bəxtər müəllimin yanına aparırdım. Beləcə redaktiyasını o eləyib? Redaktör eləməyib o. Redaktiyasını Şəfəq xanım eləyib. Gənclik Nəşriyyatında Şəfəq xanım vardı. O redaktör eləyib. Sadəcə olaraq Bəxtər müəllim oxuyurdu. Şəkillərə baxa bilmirdi. Şəkillərə baxanda deyə ürəyim gedir. Orada çünki hamısı qanlı şəkillər idi, ürəyim gedir.
Və beləcə artıq mən şəhidlərin 40-ı hazırlayıb mən artıq hamısını qurtarmışdım və bir sadəcə olaraq sonuncu bir səfərim qalırdı. Salyan, Neftçala, Lənkəran ən böyük qırğınlar o tərəfdə olmuşdu. Böyləcə dost yoldaşıma dedim ki, bəs gedək mənimlə bir yerdə də bir maşında qulaq söhbəti olaq. O dövrdə elə yola çıxmaq da asan deyildi. Hər yer əskərlər dolu idi. Hər yer komendant saatı idi. Hər yerdə patrullar var idi. Hər yerdə istəyə gün anda səni vurub öldürə bilərdilər. Heç kəs getmədi mənimlə. Özüm tək getdim. Salyana, sonradan keçdim Neftçalaya. Neftçalada uşaqlara çox zülüm veriblər. Onları hamısını vertolyotla dənizin üstündən gətiriblər. Vertolyotla kəndirdən sallaya-sallaya dənizin üstündən gətiriblər. Onlar da var idi mi kitabda? Hamısı var orada. Oradan sonra keçdim Lənkərana. Lənkəranda uşaqlar çox böyük bir qəhrəmanlıq eləmişdilər. Ordunun qoymurlar ki, şəhəri girsinlər. Deyiblər, gəlin biz şəhərdən çıxaq, şəhərdə qırğın olmasın. Və çəkilib hamısı isti su məşəliyinə. Hamısını isti sulu məşəliyində vurublar. Və mənim yadda qalan hadisələrimdən, yadda qalan günlərdən biri də məni aldadıb Dubinaka ilə aparmaları oldu. Dubinak Bakı şəhərinin komendantı idi. Gecə ilə məni onunla aldadıb apardılar və biraz Dubinaka görəndə biraz qorxu hissi keçirdim. Ancaq sonra Dubinak özü Moskvanın filologiya qurtarmışdı, MGO-nu qurtarmışdı. Biraz söhbət edəndən sonra soruşdu, qəzəblə soruşdu ki, ştop bir kişi nə yazırsan? Dedim, sizdə ölənləri nekroloq yazmırlar. Mən də nekroloq yazıram. Sadəcə olaraq ölənlərimizə, sadəcə olaraq mənim nekroloqlarım biraz lirikdir, biraz bədii idi. Dedim ki, əgər mən yazıb kitabı gətirərəm, siz də filoloqsuz, mən də filoloqam. Yazıb kitabı gətirərəm. Avçilikov dedim, televiziyada bilir. Sizə hamısını oxuyaram, tərcümə eləyərəm. Sizə təsir eləyən, sizin xoşunuza gəlməyən cümlələr, epizodlar olarsa, mən onları çıxarmağa hazıram. Bu onun xoşuna gəldi və mənə xüsusi propsk verdi. Bu propskla, o vaxt siz bilirsiniz, komendant səhəri idi, komendant saatı idi. Bu propskla mən bütün gecəni fırlana bilirdim. Hal istəyirdim, gedə bilirdim. Bu Dubinakın mənə verdi, şəxsi propsk idi. Sonra, bilirsiniz, Dubinak o qədər qəzəbli adam olsa da, bir qədər içində onun mehribançılığı var idi, bir insanlığı var idi bir qədər içində. Sən təsəvvürlə ki, artıq şəhidlərimizin hamısı, hərəsi bir tərəfdə, öz qəbristanlığında, öz kəndində dəfn olmuşdu. Bəxtiyar mənim bir başda olmalı, ağsaqqallar yığışıb getdi onun yanına. İcazəsini aldılar ki, şəhidlərimizi bu xiyabanda, əvvəl Kiro Park adlandı, orada dəfn eləyək. Çünki əsrin əvvəlində də Erməni-Müsəlman dövründə orada çoxlu şəhidlər dəfn olunub. Bu şəhidlərin qəbirləri qazılanda mən orada idim. Bilirsən nə qədər insan sümükləri çıxırdı oradan. Və Dubinak ona icazə verdi. Dubinak icazə verdi ki, şəhidlərimizi çıxarıb gətirib orada dəfn eləsinlər. Və beləliklə bütün ətraf kəndlərdən, ətraf qəbristanlıqlardan çıxarılan şəhidləri gətirdilər orada dəfn eləmə meydana, 22 meydandan da bura. Və beləliklə nə oldu? Hərəkat birləşdi. Qəzəb, kin, nifrət bir yerdə birləşdi, ağlaşmalar birləşdi, dərd birləşdi, analar birləşdi, şəhidlər birləşdi, yumruq. Və Moskva Dubinaka bunu bağışlamadı. Dubinaka çıxartdılar, apardılar. Avqust ayında Dubinak öldü. Mən xırda bir nekroloq oxudum ki, uzun sürən xəstəlikdən sonra vəfat edib. Və beləcə mənim yadıma gəlir, Biləcəriyə gedmişdim şəhid yazmağa. Oturmuşdum, mağarada söhbət edirdim. Arxamızda qəbristanlıq var idi. Çay içirdim, birdən asasından soruşdum. Heç bilmirəm nədən yazım bu uşağım. Belə mağarı qaldırıb, baxdı, dedi ki, ora bax, qəbristanlıqda qəbrini qazmışam, qəbri boş qalıb. Boş qəbirdən yaz. Deməli, orada dəfn eləmir, bax, şəhidlər xiyabanına gətiriblər. Başa boş qəbir. Yazın adını qoymuşum, orada boş qəbir. Sonra Fərizənin özü, Fərizə ilə sağ idi. İlhamı Xırdalan qəbristanlığında dəfn eləmişdilər. Artıq Fərizə bildi ki, 22-si İlhamı oradan çıxaracaqlar. Gətirib şəhidlər xiyabanında o gecəsi özünü qəsd elədi. Hətta ölüb, sirkəni içəndə maşında gedə-gedə əlim belə eləmişdi ki, ikimizi bir yerdə bastırın. Beləcə o şəhidlərin hamısı. Və beləcə, heç özüm də bilmədən, indi bu dəqiqə
Bəzən fikirləşirəm, indi sən də televizorsan, mən də televiziya işçisiyəm. Təsəvvür elə ki, o illərin kadrları hamısı gözüm qabağımdadır və bu danışdıqlarım var. Bu danışdıqlarım adi belə kölgə, xırda-mırda bir para şeylərdir. İndi o kadrları görürəm gözüm qabağımda. Onu bu dəqiq sünni intellekt olub başımdan çıxarıb sizə göstərib bilsələr, adamı vahimə basar. Küçələr nə gündə idi. Bu şeyin Saylan kazanmasından aşağı bir yer var. Atölye Avrupanın qabağı. Oradan keçdim. Tank keçmişdi üstündən. Ətlə belə tankın mazotu qarışıq, asfaltın qarışıq bir topa belə ət var idi. Heç nə yox idi. O belə bir topa ət var idi. Qanlı zadın içində. Ona baxmaq olmurdu. Sən bilinmirdi kim idi o. Bir topa ət var. Bu belə günlərdə o kitabı yazmaq, nə bilim, bəlkə də böyük cəsarətdir. Bəlkə taleyimə yazılıb mənim. Mənim yadıma gəlir, televiziyanın partladan günün səhərsi biz işə gələndə, o gecə ki televiziyanı partladılar 19-unda. Səhər biz işə gəldik. Böyle küçələr nə gündə idi. Elə baxırsan ki, yiyəsi yoxdur da, bu millətin yiyəsi yox idi, elə bilir. Qırırdılar, küçədə orada, burada vururdular, tapdalıydılar, söylədilər. Və birdən həyətə girəndə arxadan gördük ki, Bəxtər mənim maşını gəldi, qara Volqası gəldi, maşından düşdü. Bir qədər adamda belə bir şey oldu ki, yəni kimsəmizsə var da, içəri girdi ki, mənə efir verin, Bu vaxt şey çıxdı qabağına, Avçinnikov, general çıxdı qabağına, 2 dənə də avtomatçılar yanına çıxdı. Dedilər ki, Bəxtər mənim, bəs televiziya yoxdur, radio yoxdur, efir yoxdur. Bəs televiziya, radio hamıdır, generaldır ki, Bəxtər mənim olsun, dəhlizdə bir lopa tüfürdü. Sənin dedi, əlin mənim xalqımın qanına batıb. Yanımdakiler çəkdi avtomatik güllələsinlər Bəxtər məlimi. Resorlar vardı, Vasif Babayev gedib zat tez girdilər ortaya ki, yoldaş general, bəs bu bizim xalq şairimizdir, bu bizim deputatımızdır. Bir an Avçinnikov pauza verdi. Belə qorxulu bir momenti deyək. Hamımız tək Bəxtər müəllim yox, bizi də gülləyə bilərdi. Belə sildi, tüfürcəyi. Dedi ki, sən cəsarət sözdün, sən cəsarətə görə sənə dəymirəm. Belə məqamlar var idi ölkədə. Əslində həmin dövr bir də bir informasiya blokadası yaratmışdılar da ki, insanlar da heç nədən məlumat ala bilməsinlər. Sizin dediyiniz kimi radio ilə keçirilmişdi, televiziya partladılmışdı və siz həmin dönəmdə mediadaydınız. Əslində bir jurnalist instinkti var da insanda ki, sən bunu bölüşmək istəyirsən, necəsə. Düzdür, bu sizi apardı bu kitabı yazmağa, bəlkə də bu instinkt sizə təsir elədi ki, siz bu informasiyanı bugün olmasa belə ən azından bundan sonraki nəsillərə apara bilirsiniz. Amma həmin gün o informasiyanı bölüşə bilməmək və insanları o blokadada, o günləri, o şeyləri necə xatırlayırsınız, o prosesləri? Bilirsən ki, informasiya edəndə bir dənə televiziya vardı, bir radio vardı da. Bir radio, bir televizyon. Onu da qoymurdular, onu da mani olmur. O da qutardı da, onu da gecəni 19-da məhv elədilər. Daha sonra qəzetlər, bir qəzet çıxdı, Məzahir mənim rəhmətli çıxartdı. Əhali çox şeydən xəbərsiz idi. Xəbərsiz idi, xəbər informasiyanı necə çatdırasan? Ancaq informasiya necə gedirdi? Dildən dilə. Qonşudan qonşuya, həyətdən həyətə. O da informasiya yarı kəsik, yarı çılpaq, yarı nə biləm, tam informasiya deyildi də. Hərəsi biraz kəsir deyilirdi ki, tam informasiya deyildi. Əslində tam informasiya elə həyatın, günün, ab-havanın özündə idi. Nə informasiya? Hava nə gündə, ətrafında tanklar, yuxarıda əskərlər, avtomatlar, informasiya burada güllədir də informasiya, ölümdür də informasiya, əsas başın informasiya elə o idi. Rafiq müəllim, əslində bilirsiniz, o dövrdəki o faciədən ki danışırıq, o əslində bugünkü bizi də, bugünkü milləti də şərtləndirən bir amildir də. Razılaşırsınız bundan? Necə? Bugünkü milləti deyirəm, əslində bugünkü millətin varlığını, bugünkü bizim zəfərimizi, qələbəmizi də şərtləndirən bir şeydir. Bilirsən necədir ki, insanlar birci gecənin içərisində elə bir gülləyə bəndidilər. İnsanlar hamısı bacı qardaş oldu, ata, oğul, dayı qardaş oldu. Bir güllə bəndidilər. Yad yox idi ki, orada kimini rəhmətə gedən əlbəttə özününki idi. Hamısı dost, hamısının dərdi eyni idi. Eyni bir dərdidir, eyni bir dərdidir. Bu dərd bütün xalqı birləşdirdi. Bir gecədə, bir güllədə, bir atəşlə. Bunlar əksinə elə bildilər ki, xalqı parçalayacaqlar, cəmaatı parçalayacaqlar. Hərəni bir küçəyə, hərəni bir evə, həyətə, bacaya sürükləyəcəklər. Əksinə bunlar xalqı daha da birləşdirdi və bu birləşmənin qabağında heç kəs dayana bilmədi.
heç kəs yana bilmədi. Böyük bir qüvvə idi. Sən o axını görəydin, keçmiş bu Domusovetin qabağında 1 milyon adam var desən, axın deyə, insan axını, insan dəniz eləməni axını görməmişdim. Şəhidlər güllərin içində, çiyinlərdə gedirdilər. Oradan yuxarıya qədər yollarda ağlaşma, yollarda nə bilim nələr, hamısı elə bir ki, ən əzizini, ən doğmasını bilirdi. O şeyin şəkillər zaten görürsünüz, siz onun şəkillərini görürsünüz. Mən onun içindeydim, mən onun arxasıca gedirdim, başa düşsən. Böyük bir qürur idi ki, xalqım mənim sən beləcə birləşib. Həm də böyük bir qürur idi. Başa düşsən oğlum. Elə idi. Mən sizə təşəkkür edirəm Rafiq müəllim. Bugünkü dialoq üçün mən bir daha xatırlatmaq istəyirəm. Əməkdar jurnalist Rafiq Səməndər bizləndir və onun Şəhidlər kitabı, hansı ki elə bizim qeyd elədiyimiz kimi 40 gündə yazılan və 141 şəhid haqqında, həyat haqqında məlumatları özündə əks etdirən kitabı, bu kitabdan doğan xatirələr və ümumiyyətlə Rafiq müəllimin özünün belə desə, həmin dönəmlə bağlı xatirələri və təcrübələrini dinləmiş olduq. Bir daha təşəkkürümüzü bildiririk.